Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində deməli Mikayıl Müşfiq küçəsində 4,5 sot torpaqda 4 otaq olan, bax qarşıda gördüyünüz belə bir həyət evi satılır. Hal-hazırda mən sizə navesin alt hissəsini göstərirəm. Onun altıyadır. Qarşıda deməli sol tərəfdə basenisini görmək mümkündür. 2 tonluqdur. Sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqıya gedən sənəddir. Burası isə koridorudur. Uzunluğu mənə deyilənə görə 13 metrdir. Eni isə 2 metrə yaxındır. 4 otaqlıdır. Eminbəyli küçəsi ilə deməli Mikayıl Müşfiq küçəsinin kəşfməsinə yaxın bir ərazidə yerləşir. Hal-hazırda mən zalına keçirəm. Zalın uzunluğu 8, eni 5 metrdir. Splaşlı polları taxtadır. Bax belə bir həyət evinin qiyməti 90.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Gördüyünüz kimi əla və keyfiyyətli təmir olunub. Polları yenidən təkrar edirəm, möhkəmdir. Yəni həm də ki taxtadır. Burası isə otaqlardan biridir. 4-ün 5-ədir. Kör otaq yoxdur. Sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqıya gedən sənəddir. Deməli çox yaxınlıqdan 4 və 24 nömrəli marşrut köhnə, təzə 20 nömrəli marşrut işləyir. Təxminən həmin marşrutlar demək olar ki 50 metrliyindən keçir bu həyət evinin. Burası isə 3-cü otaqdır, 4-ün 5-ədir. Qarşıda olan otağın ölçüsü isə 3-ün 4-ədir. Çox bu ərazində deməli bildiyiniz kimi şagirdlər 16 və 22 nömrəli orta məktəblərdə oxuyurlar. Bura yenidən bax həmin otağı göstərəm. Gördüyünüz kimi kör otaq yoxdur. Bax belə bir həyət evinin qiyməti 90.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Qarşıda siz deməli mətbəx deyil bura. Bax belə bir deməli mini zaldır. Hardasa 4-ün 5-ədir. İndi isə mətbəxinə keçirəm. Bax belə bir həyət evinin qiyməti 90.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bura deməli bax mətbəx mebeli evdə qalır. Bax belə bir həyət evinin qiyməti 90.000 manatdır. Yenidən təkrar edirəm bu sözü. Qiymətində mən bildiyimə görə razılaşma olmalıdır. Bax bura yenidən sizə, bax bura belə bir mini zaldır. Həmin 4 otağa aid deyil. İndi isə bax bu zonanı görmək mümkündür. Belə bir həyət evinin qiyməti yenidən bu sözü təkrar edirəm. Çünki bax belədir. Bura isə razdivalkasıdır. Qarşıda hamamını görmək mümkündür. Gördüyünüz kimi təmirlidir. Bax iki yarımadır. Bura isə razdivalkasıdır. İndi isə bağçasına çıxıram. Bağçasında təxminən ondan çox belə baxıram, ondan çox ağac növü var, gül çiçəkdən başqa. 3 tərəfdən hörgüsü var. Deməli 2 tonluq yenidən burada su bakıdır. Qarşıda siz deməli qladovkanı görmək mümkündür, böyükdür, bax bu cürdür. Yenidən mən sizə bağçasını göstərim. Başqa regionlar üçün də onu da deyim ki, şəhərdir. Bax belə bir həyət evinin qiyməti 90.000 manatdır. Mən bildiyimə görə qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.